Salam müəllimlər, 2026-cı 24 iyun tarixində tarix müəllimlərin sertifikasiya imtahanına düşmüş bu mübahisəli testin axtarışındaydım. Bir çox müəllimlər təşəkkür edirəm. Rəy bölməsində yazdınız, kömək olmağa çalışdınız. Əlavə olaraq WhatsApp qruplarında müəllimlərdən dəstək aldım və belə bir nəticəyə gəldi ki, test bu şəkildə idi. Bu və yaxud da buna bənzər şəkildə təqribən. Və bizi narahat edən məsələ idi ki, burada hesablama var, əslində anlama deyil idi, tətbiq idi. Müəllimlərin bir çoxu buna görə narahatdır və qiymətləndirmənin obyektiv keçirilmədiyindən danışırıq, müəllimlər danışır. Amma gəlin belə deyim, mənim elədiyim təhlillərimə və müəllimlərimə verdiyim tövsiyə əsasən müəllimlər də getdilər sertifikasiyada yazdılar və onlar düz çıxdı. Mən müəyyən etdim ki, yəni öz təhlillərim, müşahidələrim, testlərin düzgün cavablarının götürülməsinə görə mən fikir verdim ki, idrak taksonomisinin bütün mərhələlərinin feilləri gözlədiyim kimi, həmişə müdavimlərimə dediyim kimi açar rolu oynadı. Bütün həmin o mərhələləri açar olaraq əzbərləməli idi müəllimlər və müəyyənləşdirir sözünün idrak taksonomisinin hansı mərhələlərdə olduğunu xatırlayaraq orada bunu düzgün olaraq seçə bilərdilər. Müəyyənləşdirir sözü müəllimlər bilirik ki, biz idrak taksonomisini xatırlamaq və anlama mərhələsində var. Gəlin baxaq. Gördüyünüz kimi müəllimlər xatırlamaq mərhələsində var, anlama mərhələsində var. Amma tətbiq mərhələsində biz müəyyənləşdirir sözünün feilini görmürük. Bu müəyyənləşdirir feilləri müəllimlər standartların qarşısında da ola bilər və siz təlim məqsədlərinizi çıxardanda artıq ya xatırlama mərhələsinə aid müəyyənləşdirir qoya bilərdiniz feil olaraq, dinamik feil olaraq, ya da ki, anlama mərhələsinə aid müəyyənləşdirir qoya bilərsiniz. Təlim məqsədinizi çıxardarkən qiymətləndirmə meyarı olur eyni zamanda məqsəddən çıxan həminki bu dinamik feillər. Mən də fikir verdim ki, sertifikasiyada həmin o sözə diqqət yetirilir və sual o şəkildə qoyulur təqribən və siz müəyyənləşdirir sözünə müəllimlər şübhələnməliydiniz ki, bu ya xatırlamaq, ya da ki, anlama mərhələsidir. Sadəcə əzbərçi bilik tələb edərdisə, siz orada xatırlamağı yox, sadəcə müəyyən faktoloji biliklərdən ortalığa yeni bir biliyin çıxdığını dərk etməyə əsaslanan, anlamağa əsaslanan bir tapşırıq idisə, artıq anlama götürməliydiniz. Amma belə baxıram ki, müəyyənləşdirir sözünü siz fikirləşmişsiniz ki, idrak taksonomisinin müxtəlif mərhələlərində var. Halbuki idrak taksonomisinin mərhələlərində bu feillər göstərilməyibdir, bütün mərhələlərdə yoxdur. Sadəcə xatırlamaq və anlama mərhələsində var. Və müəllimlər, gəlin bir xatırlatma edin. Biz idrak taksonomisini niyə görə öyrənirik? Ona görə öyrənirik ki, bütün standartlar bilirsiniz ki, 2 hissəlidir, bilik və bacarıq hissəsinə ibarətdir. Bilik hissəsi müxtəlif fənlərə görə dəyişir. Tarix, coğrafiya, fizika, fiziki tərbiyə, texnologiya, təsviri incəsənət və s. və ilaxır. Amma ikinci tərəfi isə bacarıqlardır. O bacarıqlar idrak taksonomisinin müxtəlif mərhələlərinin feilləridir. Həmin o mərhələlər müxtəlif təfəkkürlərin formalaşdırılmasına xidmət edir və müəllimlərə məqsədin müəyyən olunması üçün düzgün istiqamətləndirir. Biz həmin o feillərlə anlayırıq ki, bu hansı mərhələnin feilidir və məqsədlərimizi də çıxardığında həminki o mərhələyə aid feilləri çıxartmaqla, yazmaqla biz gündəlik həmin o dərslərimizdə dövlət siyasətini reallaşdırırıq. Yəni bir tələb var, məzmun standartı, eyni zamanda alt standart adlanır ki, şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni onu demək istəyir ki, dövlət, əgər mən bu standartda bu günlərim qruplaşdırmaq qoymuşamsa, demək ki, siz həmin o dərsdə, o mövzu ilə bağlı şagirdlərdə anlama mərhələsini formalaşdırmalısınız. Dolayısıyla məntiqi təfəkkür formalaşdırmalısınız. Yox, əgər standartın sonunda dəyərləndirmək, mühakimə etmək, mübahisə etmək, müdafiə etmək və s. və ilaxır bu şəkildə qoymuşamsa feilləri, demək ki, siz şagirdlərdə həmin o dərsdə, o mövzu ilə bağlı dəyərləndirmə mərhələsini formalaşdırmalısınız, yəni demək istəyir dolayısıyla yolla ki, tənqid təfəkkür formalaşdırmalısınız. Ona görə də müəllimlər biz idrak taksonomisinin mərhələlərini əzbərləyirik ki, standartlarda biz onları görəndə müəyyən edə bilək ki, bu hansı standarta, hansı idrak taksonomisinin mərhələsinə aiddir və biz şagirdlərdə hansı bacarıqları formalaşdıracağıq və hansı təfəkkürü formalaşdıracağıq. Məntiqi, tənqidi, yaradıcı, abstrakt, produktiv, proaktiv və yaxud da praktik. İndi gəlin testimizə baxaq müəllimlər. Baxın müəllimlər, Nizami Gəncəvinin 1141-ci il anadan olduğu təqvimi digər təqvimlərlə müəyyənləşdir. Bu tapşırıq hansı mərhələni şagirddə formalaşdırar və yaxud da şagird bunu yerinə yetirərkən onda hansı bacarığını inkişaf etdiyini biz görə bilərik. Əlbəttə ki, anlamaq. Çünki əzbərçi bilik tələb eləmir burada. Sadəcə müəyyənləşdir. Yəni, xatırlamaqla qalma, eyni zamanda müəyyənləşdir. Şagird burada necə düşünə bilər? 1141-ci il miladi təqvimdir, 1141-ci il 12-ci əsrdir. Burada müxtəlif təqvimlərlə müəyyənləşdir deyilir. Yəni, təqvim sadəcə 1141 və ya da bu rəqəmlərlə, miladi rəqəmlərlə göstərilmir axı. Digər əsr formasında göstərilə bilər, yazılı şəkildə göstərilə bilər və şagird bunu müəyyənləşdirir, anlayır və müəyyənləşdirir. Yəni, verilənlər arasından müəyyənləşdirir. Bu tapşırıq ona xidmət edir. Ona görə də bu anlamaq mərhələsidir müəllimlər.
Mən bu təhlillərdən sonra belə nəticəyə gəldim və növbəti günü sertifikasiyada iştirak edəcək müəllimlərə tövsiyə elədim ki, həmişəki kimi idrak taksonomiyası mərhələlərin fe'llərini yenə gözdən keçirsinlər və imtahanda düşəcək sualda tapşırığın sonundakı hansı mərhələnin fe'lini gördünüzsə, demək ki, cavab həminki o mərhələdir. 25-06-26 ibtidai sinif müəllimləri sertifikasiyada iştirak etdilər və onlara düşən sual bu oldu. Müəllim simmetriya mövzusunu keçirir və şagirdlərə simmetrik və asimetrik tarixi abidələrin müsbət və mənfi cəhətlərini izah etməyə tapşırır. Gördünüz ki, izah etmək düşdü. İzah etmək, şərh etmək, parafraz etmək, interpretasiya etmək, nəticə çıxarmaq, ümumiləşdirmək, qruplaşdırmaq. Bunlar idrak taksonomiyasının anlama mərhələsinin fe'lləridir. Təbii ki, müəllimi artıq burada anlamaq götürdü və doğruda çıxdı. İndi deyərsiniz ki, onlara rahat düşmüşdü, bizə rahat düşməmişdi, bizdə də heç bir fərqi yox idi. Burada da eyni həmin o qaydadadır. Burada şagirddən hansı hesablama tələb olunmurdu. Yəni, belə deyim, bu nümunəni mən uzun araşdırmalardan sonra əldə edə bildim bu şəkildə. Təqribən %90-95% sertifikasiyaya düşən sualın birəbirdir. Təqribən müəyyən dəyişikliklər bəlkə ola bilər üzərində. Amma sizlərdən bu tələb olunurdu. Belə deyim müəllimlər, növbəti və belə səhvlər eləməyəsiniz deyənə idrak taksonomiyası mütləq mərhələlərin fe'llərini mütləq əzbərləyin və məqsədlərinizi çıxardarkən standartların sonundakı fe'llərə baxırsınız və həmin o fe'llər idrak taksonomiyasının dinamik fe'lləridir, sizi istiqamətləndirir və şagirdlərdə hansı bacarıqları idrak taksonomiyasına görə formalaşdıracağını sizi istiqamətləndirir. Eyni zamanda da şagirdlərdə hansı təfəkkürün formalaşdırmasına istiqamətləndirir. Müəyyənləşdirir sözü yenə də deyirəm, bütün mərhələlərdə yoxdur. Bunu kim desə səhvdir. Ən azından idrak taksonomiyası mərhələlərini açın, baxın. Harada baxa bilərsiniz? 2024 Time kitabında göstərilibdir. Açıb orada baxa bilərsiniz. İdrak taksonomiyasının bütün mərhələlərin fe'llərini mütləq əzbərləyin, əzbərdən bilməlisiniz. Ümid edirəm ki, izah eləyə bildiyim, nə isə əlavə fikirləriniz varsa, buyurub rəylərdə öz fikirlərinizi bildirə bilərsiniz. Mən də sizə əlimdən gəlincə kömək, dəstək olmağa çalışdım müəllimlər. Çox sağ olun.